Bu gün çox maraqlı bir konferansın iştirakçısı olduq. Konferans bir neçə cəhətdən mənə görə əlamətdardır və 28-ci keçirilən doktorantura tələbələrinin elm yolunda addımlayan şəxslərin beynəlxalq konferansının təşkil olunması, əlbəttə ki, bu onların həm elmi fəaliyyətinin işıqlandırılması, həm də elmi fəaliyyətinin növbəti mərhələdə hesabatı üçün çox vacib məsələdir. Belə bir platformanın da formalaşdırılması onların artıq qlobala çıxışına bir pillədir, addımdır və bu gün də həmin o pillənin addımının artırılması Azərbaycan Dövlət Neft Sənaye Universitetində baş verməsi çox mötəbər bir hadisədir mənə görə. Hər il daha da konferansın təşkilatçılığında hər bir prosesin hər bir mərhələsində yeniliklər görürük. Bu il də həm nazirimizin çıxışı, Rüfət müəllimin çıxışında da yeniliklər barədə, iştirakçılar barədə məlumatlar verildi. Bu cür konferansların təşkili təbii ki, doktorantlar arasında, universitetlər arasında elm mübadiləsinin, fikir mübadiləsinin inkişafına kömək edir. Müxtəlif universitetlərdən bir-birini tanımayan insanlar sonradan əməkdaşlıq etməyə başlayırlar. Bəlkə də hansısa bir tədqiqatın əsası bu cür konferanslarda qoyulur.